İsmayıllı rayonunda tanınmış ziyalı rayon Ağsaqqallar Şurasının üzvü hörmətli insan Aslan Aslanovun 70 illik yubileyi qeyd olunub. Tədbirdə onun ailə üzvləri, dostları, sinif yoldaşları və yaxınları iştirak ediblər. Tədbirin açılışında öncə Aslan müəllimin iştirakçılara müəllifi olduğu Məzəli əhvalatlar adlanan lətifələr toplusunu və haqqında İsmayıllı Xəbərləri qəzetinin geniş yazı dərc olunmuş buraxılışı təqdim edilib. Aslan Aslanov çıxış edərək yubiley münasibəti ilə onunla görüşə gələn qonaqlara təşəkkürünü bildirib. Onu bu əlamətdar gündə tək qoymadıqları üçün minnətdarlığını ifadə edib. Digər çıxış edənlər Aslan müəllimin uzun illər ərzində rayonda müxtəlif idarə və təşkilatlarda aparıcı vəzifələrdə çalışıb hörmət qazanmasından, onu nümunəvi ziyalı və ailə başçısı kimi tanıdıqlarından söz açıblar. Qeyd edək ki, Aslan Aslanov İsmayılıda həm də nümunəvi ailə başçısı kimi tanınır. O, 3 oğulun atası, şirin şəkər nəvələrin babasıdır. Oğulları ali təhsillidir və müxtəlif əmək sahələrində fəaliyyət göstərirlər. Yubiley tədbirinin yadda qalan olmasına xüsusi önəm verən Rayon Mədəniyyət Mərkəzi musiqiçilərindən bir qrupun təqdim etdiyi konsert proqramı iştirakçıları, eləcə də yubilyara xoş ovqat bəxş eləyib. 70 yaş az yaş deyil. Bir iş var ki, 70 yaşın içində əməllər dayanır. O əməllərin mənfisi də olur, müsbəti də. Ancaq mən çalışmışam ki, həmişə məni əhatə edən insanlara qarşı həmişə müsbət mənada yaxın olum. Dövlətimə həmişə dövlətçilik ruhunda olmuşam. Çalışmışam ki, həmişə rayon ictimai-siyasi tədbirlərində aktiv olam. Ətrafımdakı insanlara həmişə kömək eləməyi özümün borcum bilmişəm. Yəni, arxaya çörülüb baxanda mən bu yaşadığım günləri demək olar ki, müsbət tərəfə hesablayıram. 70 il əvvəl Aslan Əliyar müəllimin ailəsində dünyaya gəlib. 70 ilini el arasında keçiribdi. El arasında böyük hörməti var. Aslan müəllim həm də yumor hissi güclü olan bir insandır. Onun yumorlarını, belə deyək, həyatında baş verən məzəli əhvalatları yığıb kitab halına salıblar. Bir yazar kimi də həm İsmaillər onu tanıyır. Çünki onun kitabı çapdan çıxıbdı. Mən də İsmail Yazarları Ədəbi İctimai Birliğinin sədri olaraq Aslan müəllimi bizim İctimai Birliğin üzvlüyünə qəbul eləmişəm. Onun, belə deyək, hər an istənilən söhbətdə, o məzəli söhbətləri hər bir sakinin, hər bir onunla söhbət edən adamın ürəyini açır, xoş əhval bəxş eləyir. Aslan müəllimi hamı sevir. Çünki o hamını sevir. Bəlkə mən deyərdim ki, bir çoxlarından fərqli olaraq Ulu Tanrı Allahı daha çox. Çünki o Allaha yaxın adamdır. Həcidir, Məşədidir, Kərbəlayıdır. İnsan nə qədər xeyirxah olmalı ki, nə qədər Allahpərəst, nə qədər halal adam olmalı ki, bu rütbələri qazansın. Bu gözəl gündə mən Aslan müəllimi təbrik edirəm. Mənim sinif yoldaşımdır. Bu 70 ili bərabər gəlmişik. Eşq olsun, daha bir 30 ildə yaşasın. Mən çox xoşbəxtəm ki, mən bu kişinin evladıyam. Onunla qürur duyuram. İctimaiyyət arasında rayonumuzun, cəmaatının, elimizin, obamızın içində Ağsaqqallar Şurasının üzvüdür və onun yaşına, müəyyən yerlərdə yaşından belə yaşlı insanlar yenə də onu Ağsaqqal gözündə görüblər, sayıblar, seçiblər. Buna görə qürur duyuram. Bu onun aldığı babamızdan tərbiyədir. O özü uzun müddət rayonumuzda məktəbdə işləyib, təhsil tərbiyə ilə məşğul olub, tədris hissə müdiri olub. Həmçinin də onun aşladığı evladına o da bizi aşlayıb. Bu nöqteyi nəzərdən, bu baxımdan biz çox xoşbəxtik. Babamız el arasında, xalqımız, cəmaatın arasında sayılıb, seçilib. Və həmçinin də atamızın da onun ənənəsini davam etdirdiyinə görə çox xoşbəxtik. Əziz ata, səni ailəmiz adından, oğlanların, nəvələrin adından səmimi qəlbdən təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Rafiq Həsənov, Elçin Məlikov, Ülviyə Orucova, İsmayıllı.